Salam əziz, dəyərli izləyicilər. Bugün sizə balıqlar bürcünü təqdim edirəm əzizlərim. Əziz balıqlar, yük çəkən balıqlar. Elə bir başqalarının ağrısı, başqalarının narahatlığı, başqalarının hissi, elə bir hamısını yığıb içvə salmısan, heç kimə demirsən. Amma bu fincan göstərir ki, bu həftə sən yükü qoy yerə. Yəni yükündən azal. Çünki bu həftə gələcək şeylər, yəni gələcəyə dair şeylər düşüngünən. İki işarə dənizin dibindən yuxarıya doğru gəlir. Bir işıq şüasıdır, dərindədir, çox dərindədir. Amma bu həftə o işıq adi deyil. O işıq rəngarəngdir. Bu sənin bu həftəki enerjinin simvoludur. Yəni tək rəng deyil, çox rəng. Çünki sən bu həftə çox şeyi eyni anda hiss edəcəksən. İkinci işarə isə fincanın sağ tərəfində iki balıq, amma eyni fərqli, yəni bu həftə fərqlidirlər. Çünki iki balıq eyni istiqamətdə üzür, amma uzun zamandır əks istiqamətdə üzürdünüz, amma bu həftə istiqaməti seçilirsiniz elə bir. Bu balıqlar üçün daxili bir aydınlanma, emosional güclənmə, istiqaməti dəyişmə. Yəni Neptun sənin planetindir. Bu dövrdə çox xüsusi bir mövqedəsən. Çünki Neptun balıqlara ilham verir, sezgi, mənəviyyat, dərinlik enerjisi göndərir. Yəni bu həftə sənin sezgin zirvədədir. Hər şeyi daha dərin siləcəksən. Hər insanın arxasından hər bir şeyi görə biləcəksən. Hər sözün içindən mənanı anlayacaqsan əziz balıqlar. Amma Neptunun bu güclü dövrü eyni zamanda biraz çaşqınlıq da gətirə bilər. Xəyalla gerçəyin sərhədi buluna bilər. Başqalarının hissləri ilə öz hisslərini bir-birinə qarışa bilər. Ona görə bu həftə özünə hər gün bir sual ver. Bu mənim hissimdir, yoxsa başqasının aldığım hissdir? Yəni bu həftə boyunca enerji 3 mərhələyə daşıyır. Bazar ertəsi çox dərin, çox içə çəkilirsən. Çərşənbə axşamı bir aydınlıq, sanki duman qalxır. Cümə günü istiqamət tam aydınlaşır. Bax, zehnin o qədər doludur ki, bəzi məsələlərlə zehnini o qədər doldurmusan ki, bəzi işlərlə sıxılmısan. Yönəltməyə bacarığın var. Yönəldirilməyi yox. Yəni sənə kimsə tapşırsın, əmr versin, bu işlərdən uzaqsan. Amma yönəldirici bacarığın var. Bolluk, bərəkət səninlə ola biləcək. Yaşamış olduğun, bəlkə də 10 ildir, 11 ildir, bəziniz 13 ildir yaşadıqlarınız oldu. Maddi, mənəvi itkiləriniz oldu. Hər şeyə hə deməkdən də yoruldunuz. Bərabərlik bir olacaq ailədə də, çevrəndə də. Askıya aldığın işlərin oldu. Yetərincə, yəni deyirsən ki, yetərincə mənim üçün itkilər oldu. Askıda qaldığım məsələlərim oldu. Artıq mənim bugündən ömrümdə deyil deyirsən. Artıq önümə baxacam. Sağlığımdan da olmaq istəmirəm deyirsən. Yetərincə sıxıldıqlarım oldu, sıxıldım. Ağrılarım oldu. İşləyirsənsə sənə 2 təklif gələ biləcək. Ətrafındakiləri bəzən görmək istəmirsən, yoruldun. Hər kəsi, hər şeyi qoyub getmək istəyirsən. Bolluk, bərəkət, gözəl fürsətlər ola biləcək. Sənə tərəf gələn fürsətlər sənin qərarlaşaraq sənə tərəf gələcək. Həmən qərar vermə, o dəqiqə bəzi məsələlərə, təkliflərə, bir şeylərin öhdəsindən gələ biləcəksən. Borcun varsa, nə edim, necə edim, biraz çıxılmaz vəziyyətdə qalanlar var. Allahın işinə artıq deyirsən qarışmıram, yəni heç vaxt da qarışmamışam. Ruzu verən Allahdır, hər gecənin bir sabahı var. Artıq gələcəyə inanaraq addımlar atacaqsan. Keçmişə taxılı qalmayacaqsan, keçmişdən çıxmaq istəyirsən. Keçmişdə yaşanan sıxıntı, 2 məsələ səni çox sarsıtdı həyatda. Artıq keçmişə taxılı qalmaq istəmirsən, o dövrü bağlayırsan, negativlərin var bəzilərinizin üstündə. Bəzi işlərin içində sevinəcəksən, gözəl gəlişmələr yaşayacaqsan, mükafat ala biləcəksən. Qardaş, bacı, dostlar arasında sıxıntı, qırğınlıq yaşana bilər. Bəlkə vaxtikən ayrıldın, zamanında acılar çəkdin, ikiləmdə qaldığın günlər oldu.
Hər şeylər elə bir-birinə girib oturmuş, əl qolun bağlı kimi. Ortaqlıq işlərin var. Bir sıxıntın var. Sinirlənirsən, boşluqda qala bilərsən, məmnuniyyətsizlik var. Yer değişimləri, xəbər gözləyirsən, olumlu olacaq, narahat olma. Seçənəklərin var. Qismətlisən, biraz ədalət axtardın, elə bir ədalət yerini tutacaq. Cavan erkən yaşlarında işlədin, elə bir ailədən gəlmə bəzi karmalar oldu. Çox çəkdiniz. 3 ay boyunca dua etdin və ya dua da edərək gedirsən. Niyyətin gerçəkləşəcək. Bax, sevincin var, düşmənlərin də var. Sənin rahat yaşamağa buraxmadıqlarına görə çox əsəb keçirsən. Gözəl gün, gözəl fürsət gəlir qabağına. 2 ay, 3 ay boyunca diqqətli ol bu aralarda. Ailədən yardım, miras, bilmədiyin bir mülkiyyət əlbə keçə bilər. Bir üçün mübahisəyə girə bilərsən, yolunu bağlayan biriləri var, qutaracaqsan problemdən. Cəsarətlənərək ani qərarlar alacaqsan, haqqın yenilənir, gözəl qapılar açılır. Sevdiyin mi buraxdı səni, aranızda yəni problemlər, anlaşmamazlıqlar, mücadilələr etdin, çabaladın, birilərlə qovuşa biləcəksən, birindən ayrı düşdünmü, küstünmü, bəlkə də uzaqdadır, işdanlıca getmiş bəlkə də. Düşmənin etdiklərini unuda bilmirsən, həyatına girənə diqqət et bu aralar, araşdır. Bir tutqulu sevgiyə başlaya bilərsən, qarşındakı yalan danışan, sənə acı çəkdirən biriləri özünü günahkar biləcək, səndən biraz məsafəli olandan sonra, ayrı olandan sonra öz günahını bilə biləcək. Bəlkə də belə olmalıymış düşünürsən və çözüm bəzi şeylərə axtarırsan. Bir titrəyiş var sənin içində, elə bir xəyala dala bilərsən bu həftə əzizim. Çərşənbə axşamı da ya cümə günü sənin içindən bir şey düşünə biləcəksən. Uzun zamandır saxladığın bəlkə də bir şey, bəlkə bir sözdür, demədiyin bir sözdür, bəlkə də bir hiss ifadə etmədiyin, bəlkə bir qərardır, vermədiyin bir qərardır. İçində saxladığın bir şey böyüyə bilər, yanlış istiqamətdə böyüyə bilər. Amma səndən o saxladığı çıxararsansa içindən yüngülləşə bilərsən. Bu həftə kimsə sənin haqqında düşünür, çox düşünür. Gündüz, gecə düşünür. O insan sənin haqqında yaxşı şeylər düşünür. Amma sən bilmirsən. Bu həftə o insan sənə yaxınlaşa bilər. Bəlkə də bir mesaj ata bilər. Bəlkə də gözlənməz bir görüş ola bilər. Yəni bu görüşlərdən qaçma. Yuxularına bu həftə diqqət et. Mühüm yuxular görə bilərsən. Gördüyün hər bir yuxunu yaza bilərsən. Yəni enerjin yavaş-yavaş axıb yenilənəcək. Avqust ayında bir azadlıq, bir yüngüllük gəlir sənin üçün əzizim. İki həyat arasında keçid vaxtıdır fikirləşirsən. Yəni içində çox şeylər düşünürsən. Çünki xəyallarım da var. O xəyallarını həyata keçirmək istəyirsən. Ən ağır, ən çətin işlərdən bir gözəl bir nəticə çıxara bilirsən əzizim. Bəzən sən gördüyünü başqaları görmür. Sən hiss etdiyini başqaları hiss etmir. Sənin tapıb həll etdiyini başqaları tapıb həll edə bilmir əziz balıqlar. Nadir bir xüsusiyyətdir bu sizdə. Həmin nadirliyini hiss et, qiymətləndir. İş yerində bir problem bu həftə hamını çaşdıra bilər. Bəlkə də texniki həldir, tapılmır. Məntiqli cavab yoxdur hələ. Yəni sən çəkinmədən hər bir problemi tapıb yoluna qoyaraq, hər bir dərinliyə gedərək həll edə biləcəksən. Bax, bu həftə iş yerində biri sənin yumuşaqlığından, saflığından istifadə etməyə çalışacaq. Və ya sənə çox iş yükləyə bilər. Amma sən xeyir deməyi çətinlik edirsən. Çalış, xeyir dedikcə, yəni sən irəliyə doğru gedəcəksən. Gözəl, ciddi bir, güclü bir addımlarla gedəcəksən. Yəni xeyir desən.
Amma xeyir demədikcə sən yəni çətinliklə üzləşə bilərsən. Maddiyyat baxımından gözlənməz kiçik bir gəlir ola biləcək siz üçün. Amma bəzi xərclərin də çıxa biləcək. Çünki sən balıq əl və pul gələn kimi o xərcləri dağıdırsan. Balıqlar bürcü dünyanın ən dərin sevən bürclərindəndir. Çünki sən hamını görürsən, hamını hiss edirsən, hamının ağrısını daşıya bilirsən. Ortağın varsa sənə gözlənilmədən bir şey deyəcək, edəcək, böyük bir jest deyil, yox, kiçik. Bəlkə də bir söz deyəcək, bəlkə də sənə qəlbivə toxuna biləcək. Bəlkə də sənin ağrığı da çəkə biləcək, əzizim. Biraz yəni ortağınla aranda bəzi söhbətlər ola bilər. Bəzi şeylər sənə ağır gələ bilər. Aranızda münasibətiniz, sevgilin, həyat yoldaşın, nişanlındırsa aranızda anlaşmamazlıqlar yarana bilər bu həftə. Biraz diqqətli, sakit vəziyyətdə. Yəni hər bir anı görərək sakitliklə, normallıqla keçirkinən əzizim. Sən sevəndə çox sevgi verirsən, amma aldığın sevginin yarısı belə verdiyin qədər olmur deyə bəzən anlaşmamazlıqlar yaranır. Bunlar da keçicidir əzizim. Sənin ağrın həmişə sənin içindədir. Heç kimə demirsən çox vaxt. Bax, bunu kainat bilir də, görür də. Bu həftə bir görüşün ola bilər, bir tanışlığın ola bilər. Amma tez güvənmə o insana. Hiss et. Yəni rədd etmə, amma çalış tanı. Yəni mən deyərdim ki, balıqlar bürcündə olanlar kainatın göndərdiyi siqnalları oxuyan yeganə bürcdənsiniz siz. Ortada biraz arada dalğalı vəziyyətlər ola bilər. Yəni içində də dalğalanır içindəkilər. Bəlkə də ailənlə bağlıdır. Bəlkə də ailədə hər kəsin hissini daşıyırsan, ağrısını çəkirsən. Ailədən biriləri bu həftə sənin yanında olmaq istəyəcək, kömək etmək istəyəcək. Yəni o insanın da yanında olmağını qəbul etkinən. Həmişə verən tərəf sən olmusan. Yəni hər şeydə də, həmişə də saxlayan tərəf də sən olmusan. Valideyn tərəfdən biraz narahatçılıq var ki, onu sənə deməyə bilər. Amma sən onu hiss eləyəcəksən. Arada bacı qardaş arasında bir məsələyə yenidən toxunula bilər. O dəqiqədə müdafiəyə keçmə. Çünki sən şəfa verən bürcsən. O dəqiqə sən dava-dalaşa, mübahisəyə girmə. Yəni sən bu həftə öz daxili sülhünə qayğı göstər. Bu da sənin üçün, ailə üçün bir hədiyyə ola bilər əzizim. Siz balıqlar çox əziyyət çəkdiniz. Sosial çevrəndə də bu həftə sənin enerjinlə qidalana bilər biriləri. Söhbətindən, ya söhbət ilə negativ insanla sən öz pozitivliyi ötürərək yorğun hiss edə bilərsən. Bu həftə danışdığın, oturduğun, durduğun, evinə qapını açdığın, kim girib çıxdığına da fikir ver. Bir qohumdan da sizə bir xəbər gələcək, ruhun yüngülləşə biləcək. Ya da qohumla bir köçmüş bir mövzunu açıq şəkildə, şəffaf şəkildə danışacaqsınız. Bir qonşunun sənə ehtiyacı ola bilər, çətinliyini hiss eləyəcəksən onun. Bu həftə siz balıqlar gümüşü rəngdə geyinsəniz, yəni dəniz sədəfinin rəngində geyinsəniz, yəni bu həftə enerjiniz yüksələ bilər. Neptunun enerjisi bugün də zirvədədir. Bu həftədə ən dərin söhbətlər, güclü inamlar, vacib qərarlar olacaq əzizim. Yəni bu həftəni xüsusi şəkildə istifadə etkin əzizim. Dərindən nəfəs al. Mübahisələrə girmə. Yəni həmin heç vaxt düşünmə. O dəqiqədə hər şeyi həll etməyə çalışma. Heç kim də yükünü daşıma. Bax bir dənə yoldur, açılır sənin üçün, anidən o yol açılacaq. O yolda səni gözəl bir istiqamətə aparacaq əzizim. Amma ayağın altına daş qoyanlar heç nə, yəni sənə düşmənçilik etmək istəsələr də batmayacaqlar, bacarmayacaqlar. Sən önünə baxacaqsan. Diqqətinizə görə var olun, sağ olun.